qaçışdı, təkandır. Hündürlük plankasını keçmək yeri enmədi. Bu hündürlüyə tullanmanın fazlasıdır. Hündürlüyə tullanmanın üsulları nələrdir? Üsulları sıçrayış. Yox, üsulları addım. yox. Sıçrayış yox da orada. Hündürlüyə tullanma, addımlamadır, aşmadır, dalğadır, face varif olubdur, bir də yuvarlanmadır. Bəli, bir də yuvarlanma olacaqdı. Yaxşı. Bəs sual düşsə ki, bizə dözümlüyün tərbiyə edilməsinin neçə əsas komponenti var? 5. 5 əsas. Saya bilərsiniz anam? Hərəkətin hər xüsusiyyəti, hərəkətin 5 əsas komponenti vardı. Hərəkətlərin icra etdirilmə müddəti, istirahəti xüsusiyyəti, istirahəti müddəti, təkrarların sayı idi. İnsanın müxtəlif hərəki fəaliyyəti, idarə olunması və tənzimlənməsi ümumi çevikliyi yoxsa xüsusi müxtəlif hərəki fəaliyyətinin? müxtəlif ümumi. Aha, bəs ixtisaslaşmış bir sahədə isə? Xüsusidir. Aha, ixtisaslaşmış bir sahədə isə bu olacaqdı xüsusi. Bəs bizə sual düşsə ki, orqanizmin daim dəyişən şəraitin tələblərinə müvafiq uyğunlaşması nədir? Hərəkət, Koordinasiya. koordinasiya. Bəli. Hər hansısa bir hərəkətlərin icrası zamanı sabitliyin və tarazlığın qorunması nədir? Müvazinət. Müvazinət olacaqdı. Bədii gimnastika, sistem gimnastikanın olimpiya proqramına daxil olanların denən? Bədii gimnastikada, kişi idman gimnastikası, qadın Bir də qadın idman gimnastikası. Bir də fərdilərin batutlarıdır. Yaxşı. Bəs müəllim, ayaqları yox, uçuşda ayaqların hərəkəti ilə müvazinətini saxlamaq qaçaraq uzunluğa tullanmanın hansı fazasına aiddir? Uçuşda olacaq. ISO uçuşun azı nədir? Qaçış məsafəsinin maksimum sürətlə artırılması. Qaçış. Qaçış fazası. Təşəkkürlər ona. Sağ olun. Sağ olun. Şərafət müəllimə, Şərafət Qaraca müəllim. Salam, axşamınız xeyir. Axşamınız xeyir olsun müəllim, axşamınız xeyir. Aha, təkan hansı ayaqla icra olunur qaçaraq uzunluğa tullanmada? Güclü ayaqlar. Güclü ayaqla. Yaxşı. Bəs idmançının qaçışa başlaması üçün marş komandası verildikdə idmançı arxa ayaqla qaçışa başlayırdı, yoxsa ön ayaqla? Arxa ayaqla. Arxa ayaqla. Yaxşı, təkan ayağı ön ayaq olurdu, arxa ayaq? Ön ayaq. Aha, ön ayaq olurdu. Müəllim, tənəffüsün neçə tipi var anam, tənəffüsün? 3 tipi, qarın, qarışıq, sinə. Aha, sinədir, qarındır, qarışdı. Ən optimal dedikdə hansı nəzərdə tutulur? Qarışıq. Xüsusi dözümlülük növlərini saya bilərsiniz. Xüsusi dözümlülük növləri. Koordinasiya, sinir, hərəkət. Xüsusi dözümlülük növləri.